Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Məktəblərdə tətil nə vaxt başlayır? Rəsmi cavab Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əyiş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərarına əsasən 8 noyabr, Zəfər günü və 9 noyabr, Dövlət Bayrağı günü ilə əlaqədar olaraq 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü 11 noyabrdır. 5 günlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü isə 12 noyabrdır. Bu barədə ölkə AZA müddəadan məlumat verilib. Bununla yanaşı qeyd edirik ki, Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində tədris ilinin müddəti əmin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.